Azərbaycanda dövlət uşaq müəssisələri üçün müxtəlif yaş qrupları üzrə menyular hazırlanacaq. Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyinin tərtib edəcəyi menyuların ilin sonunadək hazır olacağı gözlənilir. Bugün körpələr necə qidalanır və yedikləri nə qədər faydalıdır? Bu suallar nəzərə alınaraq azyaşlıların və körpələrin qidalanması üçün yeni qida formulları və qaydalar hazırlanacaq. Buradakı əsas məqsəd isə onların sağlam böyüməsini təmin etməkdir. Yaş kateqoriyasına görə sağlam qida təşkil olunsa meyvəsi, tərəvəzidir, yoğurtudur, çox yaxşı olar məncə. Hazırda orqanik olan qidalar daha yaxşıdır. Təbii ki, orada menyuya uşaqlara uyğun, yaşına uyğun həm böyüməsinə, inkişafına düzgün təsir göstərər. Uyğun olsa daha yaxşıdır. Yəni ki, hər yaşa uyğun onun qida rasionu olmalıdır. Çox istərdim ki, doğrudan da yaş məhdudiyyəti olduğu üçün körpələr üçün bir ayrı qidalar olsun, orta nəsil uşaqlar üçün bir ayrı qidalar olsun. Yaş uyğunluğu 1 və 5 yaş arasında fərqlər çox az olduğuna görə bəzən 1 və 3 yaş arasında məncə götürülə bilər menyulər, bir də 3 yaşdan yuxarı yaşa qədər olan menyulər götürülə bilər. Əslində gözəl təşəbbüsdür. Bəs bu menyularda hansı qidalara daha çox üstünlük verilməlidir? Təbii ki, 1 yaşdan yuxarı uşaqlar gündə 3 dəfə olmaqla buraya zülallar daxildir, hansı ki, balıq, toyuq, ət yeməkləri daxildir. Eyni zamanda yaddan çıxartma olmaz ki, onlarda ağartı məhsullardan mütləq olmalıdır ki, menyu planlanmasında bunlar başlıq gəlməlidir və faydalı karbohidratlar, hansı ki, minerallarla zəngindir və burada daxildir. Təbii ki, tərəvəzlər, brokolidir, gülkələmdir, kökdür, kartofdur və s. Körpələr və erkən yaşlı uşaqlar üçün əlavə qidalara dair sanitariya normalarını və qaydaları Qida Təhlükəsizliyi Agentliyi tərtib edəcək. Məsələ ilə bağlı agentlikdən bildirdilər ki, martın 4-dən təsdiqlənən və qüvvəyə minən qaydaların əsas məqsədi körpə və erkən yaşlı uşaqların sağlam və təhlükəsiz qidalanmasını təmin etmək, onların qida vasitəsilə sağlamlıq risklərinin minimuma endirilməsidir. Lalə Allahverdiyeva, Mirəziz Mirəlioğlu, Nərmin Malik qızı, ATV Xəbər.